Biznes Evonda müştəri bazasında müştərilərinizi daha rahat şəkildə axtarıb tapmaq və idarə etmək üçün sizə kömək olacaq iki əsas funksionallıq haqqında danışacağam. Birinci mərhələ bölməsidir. Siz istənilən sayda müştəri əlavə edə bilərsiniz. Adı, soyadı, nömrəsi, eləcə də nə ilə maraqlandığı və yaxud da dəyərini əlavə edə bilərsiniz. Lakin bunlar arasında hansı müştəri ilə artıq danışıb danışmadığınızı və yaxud da ki, kimin beh verib vermədiyini və yaxud alqı-satqı olub olmamadığını da əlavə edə bilərsiniz. Bunun üçün biz mərhələ hissəsindən istifadə edəcəyik. İlk öncə gəlin mövcud olan müştəriyə mərhələ əlavə edək. Məsələn, Nübar Bayramova 150-200 minlik evlə maraqlanır və yeni tikili yasamalı ev axtarır. Müştəri üzərinə daxil edirik və burada əvvəl bizim mövcud olan məlumatlarımızı redaktə et düyməsinə basırıq. Və müştəri gördüyünüz kimi alqı-satqı ilə maraqlanır. Ona görə də mən müştərinin alqı-satqı mərhələsini qeyd edirəm. Və alqı-satqıda əgər siz onunla artıq ilkin şəkildə danışmısınız və yaxud evə baxış keçirmisinizsə, amma hələ ki alqı-satqı prosesi baş verməyib. Bu zaman yalnız evə baxış mərhələsini keçirəm və yadda saxlayıram. Bununla da artıq mən yuxarı hissədə axtarış edən zaman yalnız evə baxış edən müştəriləri axtarsam, bu zaman artıq Nübar Bayramovanı bu hissədə görə bilərəm. Və yaxud da ki, artıq beh verən müştəriləri axtarmaq istəyirsinizsə, bu zaman mərhələdə beh verib seçirsiniz və axtarışı edirsiniz. Hal-hazırda bu axtarışa uyğun müştəri yoxdur. Gəlin yeni bir müştəri yaradaq və bu zaman mərhələsini qeyd edək. Məsələn, Cəlil Tahirov əlaqə nömrəsini daxil edirik. Təyin baxaq bu hansı, kim tərəfindən əlavə edilir, özümüzü daxil edirik. Müştəri mərhələsi alqı-satqıdır. Mərhələni seçirik. İlkin danışıq. Biz onunla telefonla danışmışıq və o qeyd edir ki, 250 minlik ev almaq istəyir və yaxud da ki, bu evin dəyəri 300 minə qədər ola bilər. Yalnız yeni tikili. Bu qeydləri əlavə etdikdən sonra artıq müştərini yaradırsınız və artıq həmin müştəri ümumi siyahıda olur. Və siz həmin xüsusiyyətə uyğun mərhələni, yəni ilkin danışıq mərhələsini axtarsaz, bu zaman Cəlil Tahirovu bu sırada görə bilərsiniz. Bu ümumi mərhələlər sizə bütün müştərilərinizi daha yaxşı şəkildə idarə etməyə kömək edə bilər. Eləcə də alqı-satqıdan başqa ayrılıqda kirayə mərhələsi və yaxud digər mərhələlər də yarada bilərsiniz.